Səsi yox verməyən tək heyvan bu imiş, amma biz onun səsi yox, əlbəttə ki, əti lazımdır. Atırıq qazana, duz, soğan, sarımsaq əlavə edib qoyuruq qəşəng qaynasın. Qaynayan sonra götürürük bunu kənara, suyunu atmırıq. Suyundan bir balaca kənara götürüb saxlayırıq 1-2 stəkan. Düyünü qəşəng tökürsüz, içinə bulqur da əlavə edə bilərsiniz, qoyursuz dəmlənməyə. Bal, sarımsaq, istiot, biraz da duru yağ əlavə edib qarışdırırsınız bunu. Belə bir formada sos alınır. Kartofları əvvəlcədən yağlayıb elə düzürsüz padnosun altına. Kənarına qəşəng biberləri, markofları, soğan da əlavə edə bilərsiniz. Əlavə olaraq için ləvəngi kimi doldura da bilərsiniz. Yəni zövqünüzə uyğun. Bayaq götürdüyünüz sudan kənarına belə əlavə edirsiniz. Qəşəng folqalı kağızı qoyursuz duxovkaya. Bu 250 dərəcə temperaturda bişməlidir. Harca 1 saat 20 dəqiqə belə bişir. Pişməyə az qalmış. Arada baxın, folqanı çıxarıb üstünü qəşəng qızardın. İndi görüntüsü yaxşı olsun. Save və follow eləməyi unutmayın. Ləzzətli yeməklər çox olacaqdır. Nuş olsun. Nətə olub dəmi? Yaxşı. Göstər yaxşı. Ayxanın da mənə kimi çox bəyəndi bu yemağın adı buxingaldır. Niyə belə deyirlər? Videonun axırına kimi baxsanız biləcəksiniz. Quru əti üstünə su çıxana kimi qoyursunuz qazana, qəşəng bu qaynayır. Qutarandan sonra təzədən su əlavə edib kartofları ətrafına düzürsünüz. Qoyursunuz qaynamağa. İsti su ilə yoğrulan xəmiri açırsınız bu formada. Bacardığınız qədər nazik, kağız kimi hətta. Sonra üstünə əridilmiş kərə yağını bol-boluna yeridirsiniz. 3 dənəsini maksimal, 4 eləsə çox qalın olacaq. 3 dənəsini üst-üstə qoyursunuz. Ya kvadrat formada, ya paxlava formasında, zövqünüzə uyğun bir formada belə deyək. Kəsirsiniz, qoyursunuz kənara. Sonra bunu gətirirsiniz, bu dairə formanı görürsünüz. Bu mütləq ki, bunun üstünə bu formada düzülməlidir. Ortasını bağlamırsınız. Oradan çıxan buxar, par həmin o xəngəli bişirir. Siz orada belə deyək, hər dəfə növbət xəmiri açdı üstünə qoyursunuz. Bunu da servis eləmək üçün suyunu qıraqda verirsiniz, birbaşa üstünə töküb eləmirsiniz. Yeməyin qaydası mən sizə deyim bunu, ən sevdiyim yeməkdir bu arada. Xəngəli götürürsünüz, içinə qoyursunuz kartofu, içinə qoyursunuz onu quru ətdən bir parça. Amma ağzı göstərirsiniz, mədən yolunu özü tapır. Çox ləzzətli yeməkdir. Yəni bizim zonanın bundan gözəl yeməyi mənə görə yox. Çox dadlı olur. Bayramlarda bişirin. Nuş olsun hamınıza. Bol kərə yağı ilə yeməsəz məncə peşman olarsınız. Çünki əsl dadı onda ortaya çıxır. Əlimizdə olan bütün ədviyyatları qatırıq. Duz, istiot, biber, paprika, şüyüd toxumu, ət, soğan, sarımsaq. Bunları hazırlayıb əvvəlcədən qoyuruq bir kənara. Sonra xəmirini hazırlayırıq. Xəmirlə bir müddət gözləyəndən sonra çox da nazik olmama şərtlə açırıq. İçərisindən çox da xoşlaya bilərsiniz. Az da, amma mən misal üçün çox ətli olanını xoşlayıram. Siz zövqünüzə uyğun olaraq doldurarsınız. Kənarlarını naxışlı da kəsə bilərsiniz. Belə də gedər. Tavaya heç nə tökmürsünüz. Sadəcə quru tavada belə qəşəng qızardırsınız. Qızardan sonra kərə yağını üstünə bol-boluna gəzdirirsiniz ki, qıraqları yumşaq qalsın, özü də çox ətli və dadlı olsun. Yanında turşu ilə xoşlayanlar da olur, belə xoşlayanlar da sumaqla da. Mən sadəcə kərə yağının dadı ilə xoşlayıram. Save və share etməyi unutmayın. Evdə tavada bişən ləhmacun necə olar? Hazırlamaq üçün istifadə edəcəyimiz ləvazimatların hamısını aşağıda qeyd edəcəm. Bunları qəşəng formada blenderdan keçirirsiniz, xırda olana kimi. Zövqə görə ədviyyatda vura bilərsiniz, acılı, istiotlu da, baxın da zövqünüz necə istəsə. Duru yağını da əlavə edirsiniz bu formada. İlıq su ilə açılmış xəmiri biraz gözlədirsiniz, nazik açırsınız. Çox da nazik yox, qutab xəmirindən biraz qalın. Tavada belə qəşəng altını qızardandan sonra duxovkada qızartsaz daha yaxşı olar ki, qıpqırmızı olsun deyə. Soğanlı, sumağını, göyərtisini, limonunu əlavə edirsiniz. Yumşaq ləhmacun xoşlayırsınızsa bişəndən sonra üstünü mərəfəli örtün. Əgər yox, xırçıltılı olmağını istəyirsinizsə qoyun kənarda biraz gözləsin. Zövqünüzə görə bol ədviyyatı vurun, acılı eləyin. Baxın da özünüz necə istəsəz. Məndən göstərmək, mən iştahla yedim. Sizlərə nuş olsun. Zaqatala bölgəsində olan maraqlı bir şey göstərəcəm sizə. Bu adətən orucluq aylarında olur. Belə hədiyyələr gəlir evə. Bunu qonşular ya bir-birini tanıyan qohumlar və s. eləyir. Bu həmişə eyni qaydada olmur. Buna asta çörək də deyirlər. Deməli bu adətən belə paylanır. Asta ilə çörək paylanır. Bizdə halvaya asta deyirlər bu arada. Ya şəkər verirlər, ya başqa paxlava verirlər və ya duz, istiot, nəsə belə deyir də. Hamının bir paylama üsulu var, bir adəti var. Belə amma ümumən hamı asta çörək paylayır belə. Tadına baxın. Ləzzətli. Yəqin Zaqatalada olanlar bunu bilirlər. Bunun xüsusilərini. Sədəqə kimi belə paylanır. Allah qəbul etsin. Belə qaynayıb sonra hazırdır. Mahcaya.
Oo, renge bak. Asla hazır. Yaz aylarında məncə ən iyiləsi yeməklərin başında gəlir. Bu təzə çıxan kartof qızartması. Kartof işini yuyursunuz, sonra qoyursunuz qaynamağa, suya əlavə edin. Göyərtini doğrayırsınız, sarımsağı belə başından əzirsiniz, xırda-xırda doğrayıb qoyursunuz kənarda gözləyir. Kartof orada qaynayır, suyu tam çəkiləndən sonra üstüne yağ əlavə edirsiniz, duru yağı, biraz da kərə yağı əlavə edib qızartmağa başlayırsınız. 3-4 dəqiqə qızarır. Üzündə qızartılar əmələ gələn kimi göyərtini əlavə edirsiniz, duzu, sarı kökü, sarımsağı əlavə edib qəşəngcə qarışdırırsınız. 2-3 dəqiqə qarışdırıb, bunlar öz tamını kartofa keçirdi, bəs eləyir. Belə gözəl bir mənzərə çıxır ortaya. Qoyursunuz qabağınıza, nə bişirmiş hamının üstünü bir dəfə yeyən qalmaz. Qalsa da ləzzətli olur. Belə ketçupla yemək olar. Mayonezlə də, turşu xiyarla da, elə boşuna da belə çox ləzzətli olur. Yüngül də bir dənə yeməkdir, çörəyi siz atsız yeyirsiniz. Mütləq hazırlayın. Hər şey mövsümdə yeyəndə çox faydalı və dadlı olur. Nuş olsun, seyv eləyin. Bayatlayan təndir çörəyinə nə istifadə etmək lazımdır, onu göstərirəm. Ən dadlı variantı budur. Xırda-xırda doğruyorsunuz qabın içinə. Kündəri. Duz. İstiyor zövqə görə, amma çox az. Pul biber, bir balaca. Bir dənə kərə yağı. Üstüne də bir stəkan qaynar su. Qarışdırıb bu yağ əriyənə kimi. İndi üstünə maqaş əlavə edirik. Bizdə buna maqaş deyirlər, məyəş deyirlər. Səhv eləmirəmsə Azərbaycanca bu şorb. Yaxşı qarışdırıb bu maqaşla əlavə edəndən sonra buna avarca çutbok deyirlər, yəni çetbok, çörək aşı. Tərcümədə belə çıxır. Köhnə daddır. Necə hazırlandığını bilmirdin, amma dadını bilirdin. Bunun üçün lazım olanları birini qəşəng qarışdırırsan, resepti aşağıda tam yazacağım. Yaxşıca yoğrulduqdan sonra qoyursunuz belə kənarda bir balaca dincəlir, bir yarım saat kimi belə deyək. Özünə gələndən sonra 2 hissəyə bölüb uzadırsınız, belə balaca kündələr düzəldirsiniz. Bu kündələri yenidən qoyursunuz kənara, orada yeni dincəlir. Bir balaca açırsınız, qoyursunuz kənara, yeni dincəlir. Sonra belə uzun kəndir kimi açırsınız. Kəndiri tam ortasına tutub bu formada vurursunuz. Əllə də vura bilərsiniz, necə razı, yəni qaydası budur kitabla. Sonra həmən hissəni birləşdirirsiniz, əlinizlə göstərdiyin kimi. Bunu belə deyək, halqa var şəkildə düzəldirsiniz, qoyursunuz biraz dincəlir. Sonra bəkməzi suya, ardınca da küncütə boyursunuz, qoyursunuz kənarda bir 5-10 dəqiqə gözləyir. Gözləyəndən sonra 180 dərəcə fırında bişirirsiniz. Şef də dadına baxdı, bəyəndisə bişirmək olar. Hazırlayasılar hamısından nuş olsun. Xan olmasaq da xan kebabını yeyə bilərik. Bunun üçün nə etmək lazımdır? Birinci qəşəng quyruğu götürürsünüz, biraz ciyər götürürsünüz, biraz da canı. Qəşəng bunu çapacaqla xırda-xırda doğrayırsınız. Bunu qarın pərdəsinin içinə bunu qəşəng bükürsünüz bu formada. Duzun, istiotunu, kebab otunu əlinizə nə keçdi, ədviyyatını vurursunuz içinə, qoyursunuz 15-20 dəqiqə qəşəng manqalda bişir. Bu belə dağılıb gedir. 15-20 dəqiqə bişdikdən sonra bu içində ət də tam bişmiş olur. Amma üstü biraz piyə görə yağlı olur. Bunu nəzərə alarız bişirməzdən əvvəl. Çox ləzzətli bir dənə kebab da. Bişirməyi də asandır, dadı da möhtəşəmdir. Nuş olsun hamınıza. Maraqlı gəlir ya burada qaynayan nədir? Bunun üçün amma buğda, qarğıdalı, lobya hamısı mehdə qatmışlar. Bunlar əvvəlki gündən qoyurlar qaynamağa. Burada da quru ətdir bu qaynayır. Səhər bunları hamısını bir yerdə təzədən qarışdırırlar. Tam belə suya çönək. Üstünə biraz soğan, bir iki dənə acı biber əlavə edib qoyurlar bişməyə. Bütün kəndə, qohumlara, dost tanışa, hər yerə xəbər edirlər. Cəmaət yığılır, gəlir. Belə bunun dadına bax. Bunu da belə sadəcə yemirsən. Bu hədiyyə yeyəndə mütləq ona sumaq vurulmalıdır, göy vurulmalıdır, istiot vurulmalıdır. Ləzzətli olsun deyə. Biraz da qırmızı rəng verir. Gələn gedən o qədər adam olur, bəlkə də 500-600 adam gün ərzində gəlir bunu yeyir gedir. Özdə bunu bir dənə ən azı 2-3 tarixə yeməlisən. Biz balaca 4-5 dənə yerdik. Nuş olsun. Bişirməyə ehtiyac olmayan tort hazırladım. Doktor Mekin kəsmiklərindən götürdüm. 3%, 9%, müxtəlif növləri var idi. Hansı ki, içində meyvələr olan şirinlərini seçmişdim. Üzərinə 380 qram qaymağını da əlavə elədim. 1 yemək qaşığı bal da əlavə edib bunları yaxşıca qarışdırdım. Tam belə bu formaya gələnə qədər qarışdırıram. Qəşəng çeyrəkləri götürürsünüz, təmizləyirsiniz. Arada 3-4 dənə yemək şərti ilə qəşəng belə nazik-nazik doğrayırsınız. Çalışın hamısının qalınlığı eyni olsun.
Böyle fayqanın üzerinde de olar, streçin üzerinde de olar, yağlı kağızın üzerinde de olar. Bisküvitləri üstə batırırsınız, sonra üzərindən düzürsünüz. Görürsünüz bu formada düzməyə diqqət edin. Çiyələk bir azca artıq qalıb. Sonra üzərinə həmən kremi hər yerinə çatacaq formada yaxşıca yayırsınız. Hər yerinə çatandan sonra fayqanın bir ucundan, streçin bir ucundan tutub yavaşca qaldırırsınız. Belə bir tam dövrə vurdurursunuz ona. Bu forma gələndən sonra soyuducuda bir 4-5 saat gözlədirsiniz ki, krem tam canına hopsun, biraz da bərkisin. Çox ləzzətli, çox şirin, möhtəşəm dadı olan, çox asan bir reseptdir. Mütləq seyv edin, hazırlama həddindən də asandır. Kimiz hamısı bəyənəcək. Nuş olsun. Dadına baxanda özün belə inanmayasan ki, bunu sən bişiribsən. Bunun üçün lazım olanlar yumurta, un, süt reseptini tam aydın verəcəm. Hamısını qarışdırırsınız. Normal bir dənə bilinçli xəmir hazırlayırsınız. Bilincikləri belə qəşəng qızardırsınız, qoyursunuz bir qırağa. Kremini hazırlayırsınız, kəsmiyi, malako, üstünə krem yaxşıca qarışdırırsınız. Belə qazan da olar, xüsusi bir qab da olar. Belə hər tərəfini düzürsünüz, göstərdiyim kimi altdan krem, üzərinə meyvə, çiyələk də olar. Mən banan da eləmişdim. Özünüz zövqünüzə uyğun qoyarsınız. Belə mandarinləri də əlavə elədim. Hər qat belə 5-6 dənə qat olur polunu. Kremaya uyğun baxıb ələyərsiniz. Böyle sonra tam ətraf ağzını bağlayırsınız. Bu formada qoyursunuz xaldenikə. 3-4 saat qalmağı kifayətdir. 3-4 saat qalandan sonra qəşəng belə kəsirsiniz. Və abnos edirsiniz bunu gələn qonaqlarınıza. O qədər ləzzətli olur var ha. Yəni başqaları saxlamaq istəməzsiniz. Bəlkə də elə birisini özünüz yeyərsiniz. Seyv eləyin, baxıb bişirərsiniz. Nuş olsun. 1 kilosu 30 manat olan bu göyərtini hazırlayıram bu dəfə. Yaxşıca yuyub təmizləyirik, bunu qəşəng qoyuruz, sonra suyu üstə çıxana kimi doldurub qaynamağa. Qaynayaraq tez-tez qarışdırırsınız, əllə belə baxırsınız, yumşalanda götürürsünüz. Kərəyağını doldurub tavaya, qəşəng əriyəndən suya əlavə edib bunu. Ara sıra belə qəşəng qarışdırırıq ki, hər tərəfi eyni miqdarda bişsin. Üstünə 2 dənə yumurta əlavə edib qarışdırırıq. Hər tərəfi tez-tez qarışdırırıq ki, canlı hopsun, yaxşıca yumurta ilə bərabər bişsin. Üstünə sadəcə duz əlavə edib və iştahla ləzzətli yeyirik. Bunun bir balaca sarımsağa bənzər iyi olur. Hazırlayanda otağı havalandırmağınız məsləhətdir. Çox ləzzətli yeməkdir. Zaqatala tərəfdə buna xalyar deyirlər. Azərbaycanca adı tam olaraq necə olur bilmirəm. Zəhmət olmasa rəylərdə qeyd eləyərsə, əgər bilirsinizsə. Yeməmişsə yeyin. Nuş olsun. Bunu çox az adam bilir. Gəlin mən də sizə öyrədim. Çiyələyi xırda-xırda doğradıqdan sonra üzərinə şəkər tozu əlavə edirik və bir xörək qaşıq kraxmal əlavə edib qoyuruq qazın üstünə. Qəşəng yağlı, meyvəli kəsmiləri götürürük. Üzərinə 2 xörək qaşığı şəkər pudrası əlavə etdikdən sonra blenderdan keçiririk və üzərinə skronka əlavə edirik. Hazırladığımız qarışımları qəşəng belə paketlərə keçirdirik ki, sonra bizə bu formada sıxanda rahat olsun. Aşağıdan 3 zolaq ağ kremdən belə deyək, ortasına çiyələk əlavə edirsiniz və sonra ağ kremdən tamamilə üstünü örtürsünüz. Streçin üzərində elədim ki, çox asan oldu mənə. Sizə də elə eləməyinizi tövsiyə edirəm. Bu formanı aldıqdan sonra qoyursunuz soyuducuya. 3-4 saat gözlədikdən sonra bu formanı alır. Bunun üzərini əridilmiş şokoladla da örtə bilərsiniz. Çox ləzzətli olur. Hazırlamağınızı tövsiyə edirəm. Əgər belə qablarınız varsa, əvvəlcə soyuducuda biraz gözlədin. Əridilmiş şokoladı kənarlarına gəzdirin ki, qab formasını alsın. Sonra belə qatları özünüz istədiyiniz zövqünüzə necə uyğunsa elə hazırlayıb nuş eləyin.